Videomuz sınaq nömrə 1, sual nömrə 23 ilə davam edirik. Deməli, 23 bəzi sualları izah eləmirəm, bəziləri şifahi və çox asandır deyə. Yəni, biraz mürəkkəbləri və daha çox məsələlərin hamısının izahını verirəm. Deməli, 23 nömrəli testdə deyir ki, element XM iyonundan XN-ə keçdikdə radius artır. Yenə XM iyonu deyir. X A-ya keçsə azalır. Və burada M-ə istənilən bir qiyməti versək, biz cavabı ala bilərik. Burada nəyi bilmək lazımdır? Yəni, üst kiçildikdə, yəni ədədi qiyməti kiçildikdə, burada radius artır. Məsələn, müsbətdən mənfiyə gedəndə, ya məsələn, müsbət 3-dən müsbət 2-yə keçdikdə radius artır. Ancaq tərsinə azalır. Məsələn, mən burada M-ə verirəm 3. Tutaq ki, müsbət 3. Burada radius artıbdırsa, deməli, N-in qiyməti daha kiçikdir. 3-dən kiçikdir. Ona görə də N-i, yəni, istəsəm 2 yazaram, istəsəm 1, istəsəm 0, istəsəm mənfi. Yazaram belə ən uyğun olan 2-ni. Deməli, M-i müsbət 3 götürdüm. N də oldu avtomatik müsbət 2. M müsbət 3-dürsə əgər, X A-ya keçəndə deyir, radius azalır. Onda radius azalırsa, mən buradakı qiyməti 3-dən böyük eləməliyim. Burada yazaram müsbət 4. Vəssalam. Bunları müqayisə eləməyə. Onda M-i tapdım müsbət 3. N-i tapdım müsbət 2. A-nı isə tapdım müsbət 4. Deyib, bunları müqayisə elə. Onda yazıram A böyükdür M-dən. O da böyükdür N-dən. A böyükdür M-dən. O da böyükdür N-dən. Y variantında öz əksini tapıb.